Azərbaycan xalqına, xüsusilə də Masallı cəmaatına müraciət edirəm. Ben səni çalmaq qorxmursuz. Demək, islahatlar yaxşı gedir. Azərbaycan xalqı çox dözümlüdür, səbirlidir. Məhəmməd Füzuli 500 il dözdü, siz də dözdünüz. Hatta Amerikanın prezidenti Cənab Bill Clinton üçün biraz orada saksafon çaldı. Sonra soruşdu ki, Əsəbülfəz elçi bəy hardadır? Ben de dedim, o da dedi axı, ben de dedim. Ben ömrümdə bir dəfə səhv eləmişəm. Fatma xanım Abdullazadadan xahiş etdim ki, Neməti universitetə düzəlsin, adam olsun, olmadı. Sonra da başladı Rəsul Quliyevin pullarını saymağa. Bəndə pul var. Nemət xəstəydi, necə başa düşmüş? Azərbaycan xalqı çox ağır, bərbad, çətin vəziyyətdə yaşadığını, mən dözəlmədim, istifa verdim. Bir məmləkətdə ki, başı nazir işləmirdim orada, heç şey işləmirdim. Neft şirkəti bankrot, taxıl məhsulları bankrot. Sonra söhbət gəzir ki, güya Rəsul Quliyev işdən niyə çıxardı? Ona görə şeyxin işinə qarışır. Şeyxi çağırıb qapalı iclasa ki, sən bu bədbəxt millət vəkillərini başa sal görün, bu cənnət, cəhənnəm nə demək? Yəni bu ziyarət insana nə verir? Hamısı gedir, mən tək qalım burada. Arif Rəhəmzalı getmək istəyir. Şeyx də gəlir ki, bəli, Bismillahirrahmanirrahim, yakın abdu, yakın nəsləğin. İnsanda ki, bu qədər səxavət-i təhsil-i vəhdədir, səmbəd olması insanın qalbından. Hörmətli Rəsul müəllim, hörmətli milli məclisləri, bu cənnət belə yerdir ki, orada huri mələklər, alma ağacları, bülbüllər zəxrəf vurur, şəlalələr axır, hamı parasonika baxır. İş yoxdur, bu xanlı oynamış. Rəsul Quliyev deyir, şeyx, bəs bu cəhənnəm nə deməkdir? Şeyx deyir, Rəsul müəllim, cəhənnəm inşallah görərsiniz, onun haqqında aşmaq.